Əziz tamaşaçılar, bugün biz demək olar ki, hamının maraqlandığı bir mövzu haqqında danışacağıq. Boyun və beldə disk yırtığı haqqında. Ona görə də müsahibim Mərkəzi Klinikanın həkimi, neyrocərrah, tibb üzrə fəlsəfə doktoru Əli Ələkbərovdur. Salam doktor. Salam. Doktor, boyun disk yırtığı haqqında ola bilsə elə tamaşaçılarımız var ki, bu barədə məlumatları yoxdur. Bu barədə bir qədər məlumat verin və hansı xəstələr buna qarşı risklidirlər? Yəqin siz də bilirsiniz ki, bu neyrocərrahi xəstəliklər arasında ən çox rast gəlinən bel fəqərələri arasındakı disklərin yırtıqlarıdır. Onurğa sütunu 33-34 fəqərədən ibarət bir sütundur və onurğa beyni sinir elementləri, yəni bu sütunun içərisində yerləşir, hər tərəfdən qorunur. Onurğa sütunu da hərəkətlidir bildiyimiz kimi. Sağa, sola, önə, arxaya əyilə bilir. Hündürlükdən tullanarkən, məsələn, ağır bir iş görərkən elastikliyi təmin edir, bədənin hərəkətlərini təmin edir. Bu, hər bir fəqərənin hər arasında da qığırdaq toxumasından ibarət disk olur. Bu disklər xaricdən fibroz həlqə ilə əhatə olunmuş diskin nüvəsi deyilən bir nüvəsi var bu disklərin. O nüvə elastikliyi təmin edən bir elementdir. Bu fibroz həlqənin degenerasiyası zamanı, çatı və yaxud da quruması zamanı bu fəqərə arası diskin nüvəsi öz yerindən çıxır və bir boşluğa doğru, onurğa beynin yerləşdiyi kanala doğru çıxır. Bu çıxıb ora doğru qabaran qığırdaq, oradan həmin müvafiq dəlikdən sağa və sola keçən sinir kökçüklərini sıxır. Yəni, disk yırtığının əmələ gətirdiyi fəsadın biri əsası sinir kökçüyünün sıxılmasıdır. Və bu sinir kökçüyünün də sıxılması eyni zamanda öz innervasiya sahəsində, yəni aşağı hansı fəqərə arasında yerləşibsə, oradan aşağıda olan bədən hissələrini innervasiya edir və o innervasiya etdiyi yerlərdə keyliklər, hərəkətsizliklər, müəyyən avazıma, müəyyən bir əlamətlər verə bilir. Disk yırtığı indiki dövrdə çox tez-tez aşkarlanır və daha çox yayılmışdır. Bu suallar xəstələrimiz tərəfindən də çox verilir ki, niyə bu qədər çox olur? Əhali arasında niyə bu qədər çox yayılıb? Amma əvvəllər də var idi bu. İndi son diaqnostika üsullarının respublikamızda gətirilməsindən əlaqədar olaraq bu daha tez aşkar olunur. Və müalicəsi də diaqnostikasından bərabər həm də inkişaf etmişdir, irəliləmişdir və bunların müalicəsi də tam şəkildə olunur. Bununla yanaşı disk yırtığı populyar bir xəstəlik olub. İndi hər kəs bunun adını eşidib bu xəstəliyin və insanlara elə gəlir ki, disk yırtığıdır və gedib ya fizioterapiya, ya müalicə ilə həkim yanına gedəcək, nə vaxt olsa müalicə elətdirəcək və yaxud da əməliyyat elətdirib bəladan qutaracaq. Amma disk yırtığı bildiyimiz kimi o qədər də sadə xəstəlik deyil. Bəzi hallarda bu xəstəliyin fəsadları daha ağır olur. Vaxtında müraciət etməyəndə, vaxtında əməliyyat olunmayanda fəsadları da daha çox olur. Disk yırtığının əlamətləri ən çox ağrı olarkən elə o qədər yayılıb ki bu xəstəlik. Kimin belində ağrı olursa deyir ki, məndə disk yırtığı ola bilərmi və yaxud da ki var. Amma başqa xəstəlikdən də ola bilər. Bu xəstəlikləri diferensiyasiya edib bir-birindən seçmək lazımdır. Vaxtında diaqnoz qoymaq lazımdır. Disk yırtığının həm də fəsadları böyük ola bilir, dərin fəsadlar verə bilir. İnsanları əlilliyə gətirib çıxarda bilir, hətta ölümlə nəticələnən fəsadları olur. Yəni ki, disk yırtığının əlamətləri birinci ağrı, sonra hissi pozğunluq, bədənin müəyyən hissəsində, sağ ayaqda, yaxud sol ayaqda, budunda, baldırında və pəncədə hissiyat pozğunluğu, hərəkət pozğunluğuna gətirib çıxarda bilir. Yəni, əzələ gücü, müəyyən qrup əzələlərin zəifləməsi nəticəsində əzələ gücü azalır. İnsanın yerişi pozulur, statikası, duruşu pozula bilir, oturuşu və məişətdə, ailədə, sosial yerlərdə və ictimaiyyətdə bu
yaşayış üçün əngəl törədən bir xəstəlikdir ilk stadiyalarda. Amma sonradan o sinir sıxılması davam etdikcə aşağı ətraflarda atrofiya, nevroloji əlamətlər əmələ gətirir, hərəkətlər tamamilə itir, hissiyat pozulur, çanaq funksiyaları pozulur, sidiyə getmə funksiyası pozulur, bağırsaq funksiyası pozulur və insan yatağa düşə bilir. Gec olunan əməliyyatlar bəzən ya yavaş-yavaş sağala bilir uzun müddətə və yaxud da ki, sağalmayan daimi bir əlamətlərlə nəticələnə bilir. Ona görə də beldə ağrı olanda sağ və yaxud da sol aşağı ətraflarda, ayaqlarda keymə, uyuşmalar olarkən sidik ifrazının çətinləşməsi, qarnın aşağı hissələrində ağrılar, ayaqlarda əzələ spastikası, əzələ yığılmaları və yaxud da ki, ağrılar olarkən həkimə müraciət edib, müasir müayinə üsullarından istifadə edib, xəstəliyi vaxtında aşkara çıxarmaq daha məqsədə uyğundur. Doktor, güman edirəm ki, savadlı, öz işini bilən həkimə vaxtında xəstələrimiz müraciət etsə, heç əməliyyata da ehtiyac duyulmaz. Vaxtında bunu əməliyyatdan əvvəl müalicə etmək olar. Ancaq elə xəstələr var ki, uzun müddətdir bununla, bel ağrısından, boyun ağrısından əziyyət çəkinirlər. Hansı simptomlar var ki, xəstələr həkimə müraciət etsin, əməliyyata da ehtiyac duyulmasın? Demək, insanların indiki dövrdə şəhər mühitində, şəhər yerində insanlar fiziki ilə çox da məşğul olmurlar. Bu xəstəliyin də risk faktorlarından biri ilə oturaq həyat tərzi keçirməkdir. İkincisi, ağır yük qaldırma, uzun müddət, yəni oturaq həyat keçirdən, fiziki iş görməyən bir insan birdən-birə ağır yük qaldıra bilir, ağır iş görə bilir və kəskin hərəkətlər eləyə bilir. O zaman disk yırtığı əmələ gələ bilər. Bir də çox yayılmış bir insanların arasında çox yayılmış bir köklük, yəni bədən çəkisinin ağır olması da disk yırtıqlarına səbəb ola bilir. O səbəbdəndir ki, elə bizim xəstələrimizin 70-80% kilosu öz bədəninin boyuna uyğun gəlməyən dərəcədə artıqdır. Onda da ola bilir. Bir də ki, maddələr mübadiləsinin pozğunluğundan, hormonların qanda düzgün tənzimlənməməsi, yüksək olması və ya aşağı olması, hamiləlik dövründə bu hormonal pozğunluqlar daha çox rast olunur və hamiləlikdə də bədən çəkisinin artması müşahidə olunduğuna görə bu disk yırtıqları ola bilir. Disk yırtıqları həm demək, onurğa sütununun hər bir fəqər arasında ola bilir, hər segmentində. Amma ən çox hərəkətli onurğa sütununda bir boyundur, 7 fəqərədən ibarət, bir də bel fəqərələri. Döş fəqərələrində də nadir hallarda rast olunur. Amma döş fəqərələri bir qəfəs təşkil etdiyinə görə orada az hərəkətlilik, bir də ki, yük az düşür. Qabırğalar və döş qəfəsi də ona biraz kömək elədiyi üçün əsasən aşağı hissələrdə bel fəqərələrində olur. Bel fəqərəsində 4-cü, 5-ci və 1-ci olma fəqərələri arasında daha çox rast olunur. Əli doktor, əməliyyat olunub. Həmin yerdən, həmin fəqərədə ikinci dəfə yırtıq alına bilərmi? Ola bilir. İnsanın həm həyat tərzindən, həm əməliyyatın keçirilməsindən, həm də ki, özünə fikir verməməsi, həkimin təyinatını doğru-dürüst yerinə yetirməməsi nəticəsində bəzi vaxt ola bilir, çox nadir hallarda olur. O %2% tutaq ki. Bizim xəstəxanada şəxsən elə mənə müraciət edən xəstələrin ayda məsələn təqribən 3-4 nəfər fəsadla hardasa əməliyyat olunmuş xəstələr təkrar müraciət edirlər, onu təkrar əməliyyat edirik. Əməliyyatın da bir neçə növləri var. Müasir dövrdə bir var klassik lamnektomiya, hemilamnektomiya edib açıq əməliyyatlar. İndi onu demək olar ki, biz həyata keçirtmirik. Bəzi fəsadlaşmış əməliyyatlar, təkrar əməliyyatlar olanda bu əməliyyatlar eləyirik. Amma əksəriyyətində ya endoskopik əməliyyatlar olunur, ya da ki, mikrocərrahi. Bunun ən üstünü, biz üstünlük verdiyimiz mikrocərrahi üsulla əməliyyat eləməkdir. Kiçik bir dəlikdən fəqər arası sahəyə girilir və oradan heç bir anatomik pozulmadan, heç bir fəqərələrin oynaq çıxıntısı, qövsləri və yaxud da cismə heç bir elementinə toxunmadan və sinir elementinə də toxunmadan o
bu əməliyyatları mikroskopik, yəni 3 boyut görüntü alınır. Yarada tikiş də olmur. Tikişsiz kiçik bir dəlikdən girib bu əməliyyatları həyata keçirdirik. Onu da deyim, endoskopik üsullarda indi var son dövrlərdə, amma o qədər də özünü doğrultmur. Mikroskopik, mikrocərrahi diskektomiya daha üstün hesab olunur. Çünki endoskopik görüntüdə 2 boyutlu, amma mikroskop altında böyütməklə əməliyyat elədiyimiz 3 boyutlu görüntü altında eləyirik. Mikrodiskektomiya deyilir bu əməliyyatın adına. Çox uğurlu əməliyyatlarımız olur. Effektində xəstə ilə həmin gün əməliyyatdan çıxandan 1 saat sonra hiss eləyir ki, ağrıları yoxdur, ayağında gücü artıb, müəyyən bir irəliləyişlər olur. Əli doktor, mən bilirəm ki, bu uzun müddətli ağrıdır. Ancaq elə xəstələr var ki, onlar ağrını o dəqiqə hiss eləyir və bu çox təcili ağrı. Təcili əməliyyatlar haqqında nə deyə bilərsiniz? Yəni bir dəfə ağrı çəkən xəstə o dəqiqə əməliyyata götürülə bilərmi? Bilirsiniz, disk yırtığı deyəndə, bel ağrısı deyəndə insanlar bəzən dözürlər bu ağrılara, ağrı kəsicilər qəbul edirlər və yaxud da başqa fizioterapevtik, konservativ müalicələr alırlar. Bir müddət dözür, işlərini sahmana salır, sonra həkimə müraciət eləyir. Əməliyyat üçün bəlkə də hazırdır, amma müəyyən işlərini görür, arxayın getmək istəyir. Amma elə əlamətlər var ki, xəstələr onda təcili həkimə gəlməlidir. Neyrocərrahə müraciət etməli, təcili əməliyyat keçirilməlidir. Bunlardan demək birincisi, əgər ağrıya xəstə gəzirsə, ayağında bir qədər zəiflik var, amma günün birində birdən pəncəsi sallanır, qaldıra bilmir, ayağında iflis əmələ gəlir, bu halda təcili gəlmək lazımdır. Və yaxud da ki, sidik ifrazı pozulub, ya gedə bilmir, ya da ki, ya ləngimə olur, ya da ki, qeyri-iradi ifrazat olur. İndi bəzən elə, kimdə ki, beli ağrıyır, belində bir dəfə də müayinə olunub, bel yırtığı var, amma bu əlamətdə olanda onda təcili müraciət eləməlidir həkimə. O böyrəklə əlaqəli yox, amma bu sinir sistemi ilə əlaqəli olur. Çünki kiçik çanağa gedən, o ayrılan onurğa beynindən sinirlər bu disk aralığından keçir və disklərin onu kəskin sıxması nəticəsində birdən-birə belə əlamətlər ola bilir. Əgər 24 saat müddətinə əməliyyat olunursa, bu fəsadlar aradan qalxa bilir. Əli doktor, sonda tamaşaçılara hansı tövsiyələriniz var ki, onlar vaxtında həkimə müraciət etsinlər, xarici dövlətləri üst tutmasınlar. Ona görə ki, onlar elə bilirlər ki, bir qədər də buradakından da çox pul xərcləyərək xaricdəki həkimlər bizim həkimlərdən üstündürlər. Ancaq mən neçə illik iş fəaliyyətində görmüşəm ki, bizdə daha təcrübəli, daha savadlı həkimlərimiz var və biz sağlam nəsil verişi olaraq həmin həkimləri çəkib tamaşaçılara tanıtdırırıq. Demək, bizim bu mərkəzi klinik xəstəxana 2000-ci ildə açılış olub, 2001-ci ildən etibarən xəstə qəbul edir. Ulu öndərimiz rəhmətli Heydər Əliyev cənabları açmışdı bu xəstəxananı. O zamandan da mən bu xəstəxanada çalışıram, neyrocərrah kimi. Demək, xəstəxana açılışından əvvəl xaricdə kurslarda olub, bəzi indiyə qədər görmədiyimiz, təcrübədən keçirmədiyimiz təcrübə mübadilələrini də gördük. 2000-ci ildən bəri o zaman demək, xəstəxana açılışında da tapşırıq, məqsəd bu belə olmuşdu ki, respublikada olan xəstələrimiz xarici ölkələrə axışıb getməsin, əziyyət çəkməsin, başqa ölkələrə müraciət etməsin. Bizim öz ölkəmizdə belə xəstəxanalar olsun. Doğrudan da 2001-ci ildən etibarən yeni üsullarla, o klassik üsullar qaldı bir tərəfdə, yavaş-yavaş yeni üsullara keçib, ildən ilə, gündən günə təkmilləşdirilmişik. Cavan kadrlarımız xaricdə də təhsillərini davam etdirib qayıdıblar. Hal-hazırda xarici ölkələrin hər birindən müqayisə olunacaq dərəcədə bizim xəstəxanada bu əməliyyatlar həyata keçirilə bilir. Mən tam məsuliyyətimlə deyə bilərəm ki, baş beyin və onurğa beyni cərrahiyyəsində heç bir ölkədən geri qalmırıq. Bəzi hallarda isə bizim statistik göstəricilər o bir ölkələrdən də hələ biraz üstündür. Ona görə də mikrocərrahi alətlərimiz var, kadrlarımız var. Bir qrup halında biz çalışırıq. Həm anestezioloji, reanimasiya şöbəsi, həm də neyrocərrahi briqada, yəni qrup bir ekip şəklində çalışırıq. Bu əməliyyatları çox keyfiyyətli,
gözəl yerinə yetiririk. Xəstələrimiz də bir gündən sonra evə yazılır. Bir gün ayağa qalxırlar, evə gedirlər, öz işlərini davam edirlər. Çox sağ olun. Dolğun məlumatlarınız üçün təşəkkür edirik sizə. Siz də sağ olun. Mən də hamınıza sağlamlıq arzu edirəm.